Salam hörmətli tamaşaçılar. Bugün 18 aprel şənbə günüdür. Efirdə Nuray Famil qızıdır. Sizinlə günün ən son xəbərlərini bölüşürük. Məlumunuz olsun ki, aprelin 17-sində ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Kamran Ağayev saxlanılıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Ondan 4 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, həşiş və marihuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb. Stop Narkotikas xəbər verir ki, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar. Adı çəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marihuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib. Kredit kartından dələduzluq yolu ilə pul oğurlanıb, özü də 4800 manat. Stop Narkotikas xəbər verir ki, zərərçəkən İradə Zeynalova bildirir ki, ona tanımadığı nömrədən zəng gəlib və bir neçə dəqiqə sonra kart balansından 4800 manat silinib. Zərərçəkənin sözlərinə görə bir neçə dəqiqədən sonra həmin nömrədən yenidən zəng gəlib. İradə Zeynalovanın sözlərinə əsasən, bu hadisədən sonra kredit kartının məxsus olduğu bankdan onunla əlaqə saxlanılıb və onun pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər. Vətəndaş məruz qaldığı dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, vətəndaşın müraciəti ilə bağlı ərazi polis orqanında araşdırma aparılır. Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, Gəncə şəhər baş polis idarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb. Dindirilmə zamanı Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub. Yanğın məktəbin informatika otağında baş verib. Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib. Stop Narkotikas xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayonda yerləşən Nərman Nərmanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadrat metr olan məktəbdə yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb. Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.